Hə, əziz balalar, indi Ofeliya nənəniz sizə maraqlı bir nağıl danışacaq. Diqqətlə qulaq asın. Ofeliya Sənani. Kiçikdən böyüyə hər kəsə doğma olan bu ad kimilərinə efirdən gələn tanış səsi xatırladır, kimilərinə isə ekranda gördüyü səmimi bir simanı. Ofeliya Sənaninin radiodan başlayan yolu televiziya ilə davam edib. Kino kadrlarında da yeni nəfəs qazanıb. Hər obraz, hər səs, hər çıxış bir ömrün ayrı səhifəsinə çevrilib. İllər keçsə də o səsdəki səmimiyyət, istilik və doğmalıq dəyişməyib. Zəhmət, sənətə sevgi və peşəkarlıqsa bu ömrün əsas dayağıdır. Bugün o bir ömrə sığan bir neçə sənətin sintezini yaşadan sənətkar kimi 85 yaşını qarşılayır. Arxada qalan illər isə zəngin yaradıcılıq yolu və saysız hesabsız xatirələrlə doludur. Geriyə baxanda çox xoşbaxt illəri axtarıram. Baxıram, yadıma salıram. Deyirəm, nə yaxşı ki, o illər var imiş. Nə yaxşı ki, o illərdə yaşamışam. Nə yaxşı ki, yaradıcılığım yaxşı olub. Yadigar safislərim qalıb. Uşaqlar üçün, böyüklər üçün hər şey. Elə bil ki, o illərdə mən hiss eləyirdim ki, qocalığa doğru gedirik. Ona görə zafislərimin sayını çoxaldırdım. Gecəm yox idi, gündüzüm də yox idi. Dublyajlara da gedirdim ki, orada da yadigar qalır, ömürlük. Xalq artistinin yubiley tədbirlərindən biri Dövlət Film Fondunda keçirildi. Tədbirdə onun sənət dostları da iştirak edirdi. Çıxış edənlər Ofeliya Sənani ömrünün ayrı bir səhifəsini vərəqləyirdi. Lakin bütün xatirələri birləşdirən bir fikir vardı. O da onun sənətə verdiyi yüksək dəyər və peşəsinə sadiqliyi. Ofeliya bir dənədir də, nə deyə bilərəm mən? Hamımız onu çox istəyirik. Mehriban, balalarına, nəvələrinə qarşı qayğıkeş. Mən elə görmüşəm. Biz bir yerdə 40 ildən artıq işləmişik. 40 ildən artıq, inanın ki, o iki igidin ömrüdür də. Bu qadınla biz xaricdə də olmuşuq. O üzündə görmüşdüm, bu üzündə görmüşdüm. Yəni ancaq yaxşılıq barədə deyə bilərəm. Azərbaycan televiziya məktəbinin, diktorluq məktəbinin əfsanəsi Ofeliya Sənani. Yəni mən hələ televiziya gəlməzdən öncə artıq onu tanıyırdım. Efirdən tanıyırdım, hansı bədii filmdən tanıyırdım və təsəvvür eləyin illər keçdi və biz onunla bir məkanda çalışmağa başladıq. Bizim yollarımız kəsişdi. Mən bunu xəyal edə bilərdimmi? Heç bir zaman yəqin ki. Tədbir çərçivəsində onun müxtəlif illərə aid arxiv görüntüləri nümayiş etdirildi. 85 illik ömrün və sənət yolunun izləri bu dəfə xatirələrin dili ilə danışdı. Çıxış edənlər onu efirdə və ekranda yaratdığı unudulmaz obrazları ilə xatırladılar. Həm uşaq verilişində o manyera ilə də danışa bilir, ciddi verilişdə ciddi manyera ilə danışa bilir. Bu, yəni ona xəbər verir ki, insan xarakterini diktordur və xarakterini kinoaktrisadır. Hətta Ulduzlar Sönmür filmində, bilirsiniz bu filmin bəstəkarı Arif Məlikovdur, orada Şövkət xanımın səsi gedir. Amma oynayan Ofeliya Sənanidir. Mən elə bildim bu Şövkət xanımdır. Sonra diqqətlə baxdım ki, yox, bu bizim diktordur. Orada necə gözəl oynayıbdır. Yubilyara mənalı və şərəfli ömrün işığında qazanılan tamaşaçı sevgisi içində daha uzun illər yaşaması arzusu ilə Fəridə İsmailova, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.